Bugün çox Xural üçün, mənim üçün, bizim ailəmiz üçün anlamlı bir görüşdə yazılmışlar. Uzun illərdir Xural televiziyasını izləyən, bizi izləyən, təqib edən, həbsxana illərində, ağır illərdə həmişə bizi müdafiə edən Samirə xanımın yanına gəlmişik. Xoş gəlmişsiniz. Xoş gününüzə gələk Samirə xanım. Samirə xanım qeyri-adi həyat tərzi də demək olar. Yəni insanlar 52 il yataq xəstəsi eləmir. 55 yaşınız var. 57. 57 deməli 5 yaşımda. 5 yaşından indiyə qədər yataq xəstəsi halındadır. Qaçqın düşürüb. Bizim belə təxminən tanışlığımız var. İlk dəfədir görüşürük. Çünki mən həm həbsdə oldum, həbsdən sonra da məlum səbəblərdən görüşə bilmədik. Elə hey danışdıq, hey telefonda vaxtlaşdıq, vədələşdik. Allah bu günə nəsib eləyib, bu günə qismət eləyib. Şükür. Bu gündə mübarək gündür, cümə günüdür. Bəli. Bəlkə də hər şeyin bir hikməti var. Doğrudur. 52 ildir yataq xəstəsi olan, amma ürəyi döyünən, vətən üçün döyünən sözün bütün mənalarında mübarizəsini aparan, haqq uğrunda mübarizəsini aparan, ictimai, siyasi xadimlərlə həmişə əlaqə saxlayan, yəni yataq və xəstəlik Samirə xanımı bir yoxluğa tərk eləyə bilməyib. O qədər güclü və iradəlidir ki, cəmiyyətə reaksiya verib, əlaqələr yaradıb. Siz telefonla danışanda heç bir zaman hiss eləməzsiniz ki, Samirə xanımın özü deməsə, hiss eləməzsiniz ki, 52 il yatağa məhkum olan bir xəstə ilə danışırsınız. Belə insanlarımız var və mənə də qismət oldu. Biz uzun zamandır görüşmək istəyirdik. Çox şükür, mənə də qismət oldu ki, Samirə xanımla görüşək. Görüşəndə də fürsəti fövtə vermədim. Dedik ki, Samirə xanımla bir, necə deyərlər, bir ayaq üstü bir dərdləşək. Necəsiz? Səhətim o dərəcədə yaxşı deyil. Ağrılarım çoxdur, amma sizi gördüm. Lap yaxşı oldum, şükür Allaha. Yaxşıyam. Sağ olun, sağ olun. Nədir sizin xəstəliyiniz? Bu 52 illik davam edən məsələ nədir Samirə xanım? Bilirsiniz, mən 5 yaşımdan miyopatiya xəstəliyinə tutulmuşum. Olar mı mən əvvəldən danışım? Təbii, təbii. Mən 4 yaşım olanda pnevmoniya olubdu məndə. Nənəmlə atam məni aparır rayon xəstəxanasına. Ciyərlərin soyuq dəyməsi. Bəli, ciyərində soyuq dəyməsi. Onu atamla nənəm, anam danışırdı mənə. Orada qızdırma düşmürmüş. 27 gün müalicədə olmuşam. Orada bir erməni həkim olubdu. Mənim atamı göndəribdi Hadurda bazara. Oradan iğnə aldırtdırıbdı temperatur düşmək üçün. 12 ampula iğnə. Adı nədir, familiyası nədir bilmirəm. Alıb gündə 2 dəfə o mənə vurulub 6 gün. Mənim temperaturum düşübdü. Sağalmışam, gəlmişəm evə. Amma sonra yavaş-yavaş yeriməyimi itirmişəm. Yeriməyimi itirmişəm. Həkimə getdikcə həkimlər deyib ki, bu çox zəifliyib də, pnevmoniyadan ayılıbdır, düzələcək. Amma ona baxmayaraq, bir il mən yeriyib yıxılmışam. Sonra sağ qolum qırılıbdı. Ondan sonra 5 yaşımda tamam oturmuşam. Sonra həkimlər adını qoydular miyopatiya. Miyopatiya xəstəliyin ağır forması. Yəni demək istəyirsiniz ki, bunu o erməni mi eləyib? Mən onu uşaq olmuşam o vaxt. İndi şahidlərim nənəmlə atam olubdu, onlar da həyatda yoxdur. Amma atam elə düşünür, nənəm elə düşünür. Mənim atam o vaxt vəzifədə olubdu. Elə düşünürlər. Bir də ki, mən özüm araşdırıram.
internetdə görürəm ki, çıxışlarda da belə araşdırıram. Özüm görürəm ki, elə o vaxtlarda, o tarixlərdə elə erməni həkimləri bizim uşaqları belə məhv eləyirmişlər. Hələ doğulan vaxtı, nəinki nə deyir, sağda belə eləyiblər bu tarixə araşdırıram, görürəm olubdu bunlar. Tarixə məlumdur. Yaxın tarixə də məlumdur. Hətta o ermənilərin bəzilərinin gündəlikləri çap olundu. Onlar Azərbaycan uşaqlarını bax belə xəstə eləyirlərmiş və gedirlərmiş evdə gündəliklərinə yazırlarmış ki, bir türk balasını daha öldürdüm. Təsadüf edir o vaxtlara o Bir hadisə. türk balasını daha xəstələndirdim. Baba belə bir şeylər olub. Elədir. Əvəz mənim deməli mən o təhsil almamışam. Yəni mən O xəstəlik səbəbindən. o xəstəliyin səbəbindən mən məktəbə getməmişəm. Məktəb çantası götürməmişəm. Məktəb paltarı geyinməmişəm. Uşaq bağçasında olmamışam. Yəni mən o vaxtdan indiyənə kimi 5 yaşımdan bu günə kimi 57 yaşım var. Heç vaxt ayaqqabı geyinməmişəm. İsti kutka palto geyinməmişəm. Mənim uşaqlığım bu çarpayda keçibdi. Gəncliyim də bu çarpayda keçibdi. Yəni saçım da bu çarpayda ağarıbdı. Cancan. Bəli. Bu Bir əlacı olmadı mı? Yəni yoxdur mu? Tibdə bunun yox. Bu mənim 20 yaşım olanda bunun əlacı vardı İsraildə. O vaxtı rəhmətlik təşəbbüs qaldırdılar bizim rayonun nə deyir, o vaxt cəmiyyət deyirlər. Rayon Qadınlar Cəmiyyətinin sədri rəhmətə gedib o da Mahirə xanım təşkil elədi. O vaxt rəhmətli Murad Babayevlə görüşdü. Baş prokurorla. O rayona tez-tez gəlirdi müharibə ilə bağlı. Tez-tez gəlirdi. Orada o xahiş elədi, qaldırdı. O söz verdi ki, mən Samirə xanımı mən düzdür görməyibdi, amma mənə xəbər göndərdi ki, mən sizi İsrailə göndərəcəm müalicəyə. Bir gün də mənə xəbər göndərdi ki, mən danışmışam. O vaxtı $8.000 lazım idi. Mən təxminən 90-cı ildən danışıram. $8.000 lazım idi. O dolları mən təşkil eləmişəm, tapmışam. Özüm göndərəcəm aeroportdan İsrailə. Sonra gələn dəfə də mənə xəbər göndərmiş ki, bu dəfə zatdan nə deyir, Allah şükür Paşazadədən xahiş eləmişəm. 5 nəfər həccə gedib, mənə deyilən söz deyirəm. Onun birini təxirə salıb pulunu sənə ayırtdırıram. Müalicəyə gedərsə, gələn dəfə kaş müalicənin xeyri olsun, gələn dəfə nədir, o bir kurslarda özüb yığacam, bütün rayon prokurorlarından pul yığacam. Axı ki, bu müalicəni dayandırmayacam. Samirə xanım ayağa qalxacaq. O mənim qiyabı tanıyırdı. Nə oldu axırı? Axırı oldu ki, 93-cü ildə səhv etmirəmsə, Babayevi işdən çıxartdılar. Babayev işdən çıxdı. Hakimiyyətə gəldi, Elçibəy hakimiyyəti. O işdən, vəzifədən azad olundu. Ondan sonra bu iş qaldı. Bilsin necədir, Əvəz müəllim. Hər şey mənim üçün əl çatmaz deyə. Əlimi atıram ki, çatım dayanır. Dayanır, qırılır. Sonra oldu qaçqınçılıq. Qaçqınçılıqda çadır həyatından sonra uşaq bağçasında yaşamışıq. Saatdır. Siz Cəbrayıl rayonundansınız da. Bəli, aşağı Mərəliyə kəndində. Sonra gəldik, orada yaşaya bilmədik. Demək olar ki, o rayonda su yoxdur, içməli. Biz də Qarabağdan gəlmiş adamlarıq da. Gəldik, köçdük bura Övsana. Övsanda da yataqxanada yenə ağır vəziyyətdə. Yəni, bu hələ siz mənim yaxşı vaxtımı görürsünüz. Mən 52 ildir ki, bu həyatı yaşayıram. 52 il Azərbaycanda belə bir əlil yoxdur. Qadın əlil, nə də kişi əlil. Hələ mənə deyirlər, araşdırırsan, dünyada da yoxdur. Yəni, bu cür də eyni. Uzandırırlar, uzanıram. Qaldırırlar, otururam. O yüzden bu yüzden çönmək yoxdur. Artıq yatıq yaralar əmələ gəlibdir. 3 ildir kateterlə yaşayıram. Çox ağır vəziyyətdəyəm. Mən heç dövlətin də qayğısını görmürəm, diqqətini görmürəm. Yəni pensiya çox az verirəm onu baxıcıya. Anam da 9 aydır rəhmətə gedib. Verirəm baxıcıya. Rəhmət eləsin. Allah sizlərə rəhmət eləsin. Mən tək yaşayıram baxıcıya. Yəni bu cəmiyyət yoxdurmu? Yəni siz bu deyirsiniz ki, tanınmış adamlardan tanıdıqlarınız var, jurnalistlərdən, ictimai xadimlərdən. Yəni bu ölkədə bir
bir haray çalan yoxdur mükahil millət, ay Azərbaycan dövləti, ay trilyonlara hökm eləyən, qaz satan, külək satan, enerji satan, qatıq satan Azərbaycan dövləti. Sənin bir vətəndaşın 52 ildir xəstədir. Yəni Səhiyyə Nazirliyi, təbib, deyək ki, təbib təzə qurumdur. Bir ictimai fəallar, bir media, bir jurnalistika, bir heç kim hərəkətə gəlmədi mi Heç kim sanırım? hərəkətə gəlmir. Adı o Sosial Xidmətlər Agentliyi. Son vaxtlarda əlaqə tapmışam. Zəng eləmişəm, maraqlanmırlar. Qızıl Aypara Cəmiyyətinə müraciət eləmişəm. Baxacağıq, gələcəyik. Bir aydan artıq da heç kim gəlmir. Mən diqqət istəyirəm. Mənə diqqət lazımdır. Mən istəyirəm ki... Sizə diqqət dövlətin və cəmiyyətin bir nömrəli vəzifəsidir. Bəli, mən onu bilirəm. Mən onu bilirəm ki, dövlətin, cəmiyyətin bir nömrəli diqqətidir. Amma hanı? Məni tanıyıb Cəbrayıl rayon icra hakimiyyəti də tanıyır. Ay salıram ki, xəstəyəm, müalicəyə ehtiyacım var, görürsən ki, kömək göndərirlər. Sonra Çıraqan rayon icra hakimiyyəti keçmiş icrabatçısı da Əziz Əzizov. Əziz Əzizov da olub mənim yanımda. Sonra Adil müəllim özü də olub şəxsən mənim yanımda. Onlar kömək eləyiblərmi? Belə gələndə maddi kömək eləyiblər, belə gələndə. İndi getməliyəm, mən Banisiyaya getməliyəm, Əvəz müəllim. Əhməddə protezin var, orada müalicə olmalıyam. Orada mən deməli, keçən il mamam ağır vəziyyətdə idi. Mən dedim də ailədə faciə yaşadıq. Ona görə gedə bilmədim. Sonra da ki, nədir, maddi imkan olmadı. Orada mənə deyirlər ki, baxıcı ilə gəl, baxıcı olmasa gəlmə. Var mı baxıcınız? Baxıcı var, amma ona maddiyyat lazımdır. Siz pensiya almırsınız mı? 550 manat aldım. Bəs orada o baxıcının 120 manatda baxım puludur, 60 manatda çörək puludur. Kim adama 120 manata baxar? Heç kim. Mən o 500 manat verirəm baxıcı. Onu verməsəm mən burada tamam natəmizliyin içində olaram. Mənim həyatda bir dənə bacım var, düzdür, qardaşım da var o heç. Bacım var, o da ki xəstədir, o mənə baxan. Bacı qardaş nə eləməlidir? Bacı qardaş bilir, onun özünün dərdi var, özünün səri var, hələ dediniz bacınız da bəli, o bacım da xərçən xəstəsidir, bəli. O heç özünü idarə edə bilmir, mən neynəsin? Gücüm mənə yemək zad göndərir. Belə qabda pişirir, yemək zad göndərir. Uşaqlarına nə pişirirsə ondan. Yəni mən dövlətimdən diqqət istəyirəm. Diqqət, qayğı. Avropada əlillər necə yaşayır? Mən o həyatı yaşamaq istəyirəm. İndi Əvəz müəllim, bu fiziki qüsurlu olmaq mənim günahım deyil ki, 5 dəqiqəlik dünyada bilinmir sabah. Samirə xanım, ümumiyyətlə fiziki qüsurlu olmaq insanın günahı deyil ki. Mənim günahım nədir ki, mənə dövlətim diqqət yetirmir. Dövlət hər cür qayğı ilə siz əhatə olunmalısınız. Siz elə yaşamalısınız ki. Onu deyirdim Əvəz müəllim. Balinsiya növbədə idim. Gedə bilmədim də. Bir dəfə anama görə, bir dəfə də maddiyyətim olmadı. Mənə zəng etdilər ki, sizi çıxartdıq qeydiyyatdan. Gedin, mən 1 il 6 aydır getmirəm xəstəxanaya. Maraqlı, heç kim maraqlanmır. Bu qız niyə gəlmir? Bəlkə bunu bağlayıblar, krafata zəncirləyiblər. Tənha yaşayan bir qadındır, xanımdır da. Heç kim maraqlanmır. Bu hansı qurumdur bundan? Xəstəxana məni zəng elədi ki, çıxartdıq sizi. Xəstəxana deyirsiniz. Yenidən deyir düş qeydiyyata. Yenidən getdim dost xidmətinə qeydiyyata düşmüşəm. Nə vaxt növbə nə vaxt olsa yaxşı olar. 28-ci ilin iyul ayında. Deyirəm abalam, mən bəlkə 2028-in iyuluna siz istirahətə getməlisiniz. Balinsiya müalicəyə getməliyəm mən. Hansı balinsiyadır? Əhmədlidə protezliyəm. Əhmədlidə protez. Pəki, bəs protez qoyula bilərmi? Protezlə yeriyə bilərsinizmi? Orada fizioterapik müalicə götürürəm. Adı protezlidir. Siz ümumiyyətlə yeriyə bilmişsiniz, eləmi? Tərpənə bilmirəm. Ayaqlarım odun kimi də görmürsünüz. Hiss eləmirəm ayaqlarım. Buradan beləni mən hiss eləmirəm. Özü bu tədricən oldu. Mən 90 kilo olmuşam. Arıqlayıb bu vəziyyətə düşmüşəm. Cəbrayıl rayonunun deputatları kimlərdir sizin deputat? Adı nədir? Ceyhun Məmmədovdur. 2 dəfə. Ceyhun Məmmədov. Bəli, 2 dəfə. Tez-tezdə dillə danışır, ilahiyyatçıdır. Bəli, ilahiyyatçıdır, bəli. Türkiyədə oxuyan tələbələrdən olub. Bu təzə seçiləndə 2 dəfə mənim yanımda olubdu, ondan sonra maraqlanmayıbdı. Heç maraqlanmayıbdı.
Sizin deputat yəni Ceyhun müəllimdir. Bəli, bəli. İndi Cəlilabadın icra başçısı kimdir? Cəbrayıl, Kamal Həsən. Cəbrayıl. Olub yanımda. Mən elə bil ki, Mali Cezada gedəndə mən ondan ərizə göndərirəm. Ərizəyə görə mənə maddi köməklik eləyir. Bunlar maddi kömək olmamalıdır. Əziz tamaşaçılar, Mən elə yəni Adil Vəliyev, Əliz Əzizov, Ceyhun Məmmədov, Əvəz Zeynallı və digərləri gəlib bir xəstəyə maddi kömək eləmək o ayrı. Eləyirsən, Allah Onunla iş düzəltmir. səndən razı. Amma sən qurumsal olaraq həll eləməlisən vətəndaşın Bəli, problemini. kökündən həll olunmalı. Kökündən həll olunmalıdır. Bunun hər il reabilitasiya kursları, xəstəxanalar, nə bilim, bilmirəm, Bilgə, nə bilim, Mərdəkan, nə bilim, Nabran, nə bilim, ölkənin hər yeri. Növbəyə yazılırsan, çağırırlar. Amma yanımcan adam getməlidir. Siz necə gedirsiniz, necə gedə Heç bilərsiniz? nə, mənə 2 adam lazım getməyə. Onu da xərcini çəkmir, mən nə edeyim? Sizin elə buradan aşağı enmə elə bir problemdir. Əlbəttə 2 nəfər lazım. İndi də bizim binalarda da heç deyəsən o 50'lər üçün Yoxdur. enmə zolaqları filanları yoxdur. Bu binada yoxdur. Yoxdur. Burada şey yoxdur, nədir adı? Lift də yoxdur. Bu mərtəbə elə bir mərtəbədir ki, ikinci mərtəbədir mi bura? 2-dir, bura lift gəlmir. Yəni sizi ən azı 2 adam, 3 adam endirməlidir. Bəli, Maşına qoymalıdır, aparmalıdır. 2 adam, 3 adam da gəlməli, qaytarmalıdır. Bəli. Bu da proses təxminən 5 saat, 6 saat Bəli, baş verməlidir, eləmi? bəli. 5 saat, 6 saat bunu kim eləyə bilər dövlətdən başqa? Ancaq Heç- dövlətin diqqəti. Ancaq dövlət eləyə bilər bunu. Mən eşitdim, siz də mənə dediniz ki, Guinness'in rekordlar kitabına düşə bilər. Əslində düşə bilər, çünki 52 ildir bir insan xəstədir. 52 ili. Bəli, mən onu istəyirəm. İstəyirəm dövlət mən onu kömək eləsin. Heç onu bu cür eləmir, o cür eləsin də. Biz ictimai təşkilatlara da buradan mənim müraciətim olsun. Biz özümüz də çalışacağıq. Guinness'in rekordlar kitabı o bir şey vermir adama. Amma ən azından bir qeydiyyatdır da, ən azından bir dünyanın diqqətidir. Və mən buradan dövlətin bütün çarxlarını hərəkətə keçməyə çağırıram. Bəli. Nə düşünürsünüz siz? Necə ola bilər bu? Bir qadın 57 yaşında, 5 yaşından xəstəliyə tərk olunmuş bir insan necə belə yaşaya bilər? Hər kəs empati qursun, anasının yerinə qoysun, bacısının yerinə qoysun, Bəli. həyat yoldaşının yerinə qoysun. Necə ola bilər bu? 100 milyardlarla pul gəlir bu ölkəyə neftdən. Neftimiz 65 dollardır bu il, indi qalxıb 130 dollara. 100 dolları keçib Avropanın 10 ölkəsinə qaz satırıq. Hani bəs mən Günəş enerjisi istehsal Mən bir edirik. vətəndaşam, o neftdən mən nə görmürəm, o qazdan, neftdən. Mən adam ayrısından, ən azından. Baxıcıya, görürsünüz əvəz mən yanımda kruklu sutkanlı baxıcı qala bilmir. Çünki onun gəlin maddiyyətini artırasan. Gecə mən tək yaşayıram, tək qalıram. Saat 8-in yarısında mən qapımı bağlayıb çıxırlar. Mən baxıcı... Tək olursunuz Bəli, bey. tək, bəli. Anam rəhmətə gedəndən 9 ay. Tərpənədə bilmirsiniz, düşə bilmirsiniz. Yox, elə uzandırırlar, getdi, səhər də gəlib qapını açırlar, elə o cür. Vay, 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 vay. O cür. Vay, vay, vay. Yəni bu elə bir problemdir ki, bu yoxdur Azərbaycanda. Prezidentə müraciət eləyibsizmi? Fonda müraciət eləyibsizmi? Yox, şifayı yazılı eləməmişəm. Ona görə ki, mən o qazilərə görən o münasibəti görürəm. Deyirəm, mənə nə edəcəklər? Ümitsizsiz yəni. Bəli, ümidsizəm. Ümidim yoxdur ki, dövlət mənə nə isə edər. Çünki dövlət qaziyə üçün eləmir, mənə nə edəcək? Canın qoyan Qarabağda, torpaq uğrunda canın qoyan, bilirsiniz ağrı nə deməkdir, şikəstlik nə deməkdir? Mən bu şikəstliyi 52 ildir yaşayıram. Bilirsiniz bu nə deməkdir? Ağrılar da var, elə mi? Əlbəttə ağrılar var. Mən ağrı kəsici ilə yaşayıram. Mən elə gün olur ki, apteklərdən lisiyə götürürəm dərmanları. Hələ dərmanlar da var təbii O ki. dərmanları mənə bir 20% orada. O dərmanlar mənə verirsən, mənə verə bilirsən. Hələ 20%-dir əvəz mənim. Xırda götürürük. O zadlardır, yaranmış. Mazları görəsiniz, o qədər işlətmişəm. O biriləri də var. O gətir qızım, deyiz ada. O biriləri də var. Biri var orada 24 manat 50 qəpiyə. Kandioks.
De burada da var dərmanım. Hələ xırda alıram. De qızım orada da var. O balacanı da ver müəllimə. Bu kremdir. O nə? Yaram içində o. Qızım bir pəncərədə də var. Krem. 7 manat. 19 manat. Kameranın qabağında çox durma. Onu da aç ver, onu da aç ver. 12 manat. 24 manat, bax o 24 manat. 24 manat. 16 manat o. Bu elə mi? Bəli. Bu deyəsən sirop kimi bir şeydir. Yox, sistemdir. Sistem. Bax o vitamin D3 içirəm. Hələ azı da gücüm Hələ çatan. bir hissəsidir. Hə, gücüm çatanı almışam hələ. Onlar vitaminlərdir. Hə, bunu bax qan qaldırmaq üçün. Sonra orada vitamin D3 içirəm. 80 manat eləyirdi onun o 60 dənəsi. Bunun. Hə, onun mən səhv etmirəmsə elədi. Çünki bacım alanda dedi ki, 30'unu aldım, 40 manat verdim, 80 manat eləyir. Bunlar hələ deyirsiniz bir Yox, hissəsidir. 20%'dır. Gücüm çatından tam müalicə götürə bilmirəm. Cəmid aldığımız 550 manat. 550 bəli, odur 120 baxım puludur. Bir də 60 manat çörək, 730 manat. O çörək burada qaçqınçılığa görə də. Bəli, bəli. Bax bir dünya şöhrətli jurnalist kimi, bir ziyalı kimi. Nə deyə bilərsiniz? Mən neyniyim? Necə eləyim ki, mən normal yaşaya bilim? Allah verən ömrü. Vallahi Allah baba Pünan'a rəhmət eləsin. O deyirdi ki, sən Pünhanın günündə, Pünhan da it günündə. İndi bu siz də dinləyirsiniz, tamaşaçılarımız da dinləyir. İndi eyni problemlər, eyni qaydada bizdə var. Eyni problemlər, eyni qaydada məndə var. Amma mən sarsıldım, gerçekten sarsıldım. Sizi bilirdim, tanıyırdım. Amma deyir o 100 dəfə deyir eşitməkdənsə bir dəfə görmək Real görmək. yaxşıdır. Mən çox sarsıldım. Yəni mən ayrıca da Samirə xanımla danışacağım. Yəni belə olmamalıdır. Belə olmamalıdır. Vallahi belə olmamalıdır. Bu vəbalı daşımaq olmaz. Yəni sən dövlət olaraq əlindən gələni et. Tibbi qurumlar, sosial qurumlar əlindən gələni etsin. Onsuz da Allah bilir. Hər bir insanın ömrünü Allah bilir, Allah müəyyən edir. Amma sən et, sən dövlətsən. Sən bir qadın necə tənha evin altında qala bilər? Düşünə bilirsinizmi? Belə bir cəmiyyətdə 21-ci əsrdə. Düşünə bilirsinizmi ki, axşam saat 8-in yarısından qapı bağlanır və bu qadın tək. Yəni bunu düşünmək mümkün deyil. Mən həbsxanada Samirə xanım. Mən dəhşətə gəlirdim. Qızlar Azərbaycanda deyil, oxuyur kənarda. Qaynatan var. 85-86 yaşında. Allah ömür versin. O da yataq xəstəsidir. O biraz qalxa bilir. Biraz belə hərəkət edə bilir. Ancaq budur məndə işləyən əllər. Və mən hər gün gecə TTX-da da Bakı İstinad Təcrübxanasında da yatanda mən dəhşətə gəlirdim ki, Məlahət xanım tək nə eləyir? Bəli. O cür özdə general xanım, qoçaq xanım. O cür qoçaq, general, sağlam, mübariz nə eləyir? Bəli. İndi mənim o dərhal o yadıma düşdü. O şey ki, yaxşı, bu nə eləyir? Yəni sən nə bilim vallahi. Əli Kərim rəhmətlik bir şair var idi. Bəli, tanıyıram. Çıxırdı. Onun bir həmişə mən danışıram. Onun bir sözü var. Deyir ki, elə bir dünya istəyirəm ki, bulvarda bir insanın gözlərinə kədər qonanda bütün dünya mətbuatı manşetdən yazsın ki, ey insanlıq, Azərbaycan adlı ölkənin Bakı adlı şəhərində
bulvar adlı bir yerdə bir insanın gözlərində kədər var. Humanizmin böyüklüyünə baxın. Siz elə baxın siz ölkəyə. Mən çox sarsıldım, amma mən qürur duyuram əzminizlə, iradənizlə, cəsarətinizlə. Biz sizlə çox danışmışıq. Bu ictimai-siyasi mühiti və bu təqib eləyirsiniz. Heç yerdə oxumuya. Heç bir təhsil almaya. Burada biz Nigar Ögeday'dan danışdıq. Burada biz Ramil Səfərovdan danışdıq. Allah canını sağ eləsin. Sahib kişidən danışdıq. Amin. Yəni belə ictimai cəmiyyətlərdən danışdıq və diqqət eləyin əziz tamaşaçılar. Samirə xanım deyir ki, mən ona görə müraciət eləmirəm ki, gözümün qabağında qazilərə bəslənən münasibəti bilirəm. Deməli, ictimai-siyasi həyatı təqib eləyir ki, bilir da. Deməli, bu həm də sosial bir həm də bir vətəndaş mövqeyidir da adam. Adam deyir ki, mənim vətənimin qazisinə bu ölkəni xilas edən oğullara bu münasibət varsa, görmənə nə münasibət göstərərlər. Şifayət kimi mən müraciət eləməmişəm. Əvəz mən öz otağımı, bu mənzili həbsxana hesab edirəm. Bax, gəldiniz, elə bir ziyarətimə gəldiniz, həbsxanaya ziyarətə gəldiniz. Söhbət edib gediniz. Daha ağır. Mən öz otağımı həbsxana hesab edirəm. Mən bu sözümdə, yəni doğruyam. Doğrudan da mən həbsxanadayam. Səhər tezdən mənim baxıcım gəlməsə, mən elə nə isə bir hadisə olsa gəlməsə, elə mən ağzıya uzanlı qalıb onu gözləyəcəm saatlarla. Və yaxud da görəcəm gəlməyibdi, və yaxud da o zəng edir, gələ bilmirəm. Telefondan adam axtarıram ki, gəl. Siz inanırsınız, mən evimin açarını 3-4 adama vermişəm. Ki, o gələ bilməyəndə bu gəlsin, bu gələ bilməyəndə o gəlsin. Siz inanırsınızmı? Müraciət edirəm telefondan, icra hakimiyyətinə, nə bilim, özüm Cəbrayınkina, Suraxanınkina. Gəlirlər, dəyirlər, gedirlər. Amma bu kömək deyil ki, bu. Bura Suraxanı rayonu deyiləm? Bəli, Suraxanı rayonu. Adil Əliyevdir da. Bəli, gəlib mi Adil Əliyev sizin yanınızda? Olubdur yanımda. Olubdur, demişəm ki, mən, ona da demişəm ki, mən dövlət mənə qayğı göstərməlidir, diqqət göstərməlidir. O da deyir ki, dövlət mənəm, mən yanındayam, qardaşınam. Amma elə tapa bilmirəm, deyəm ki, xəstəxanaya gedirəm, mənə maddi kömək lazımdır. Deyirəm, ay etibarsız qardaş. Samirə xanım deyir ki, Adil Əliyev yanıma gəlmişdi. Deyir ki, qardaşınam, dövlət mənəm. Bunun hamısı ilə baxır. Dövlət, sən dövlətsənsə, dövlət kimdir? Deyim, mənəm, qardaşınam, yanındayam. Hanı bə qardaşı? Nə problemin olsa mənə deyəm, amma tapa bilmirəm deyəm. Samirə İsmailova. Şirinova. Samirə Şirinovanın qardaşı Adil Əliyev. Bəs hanı? Bu xanımın problemini qurumsal olaraq həll eləmək lazım. Bəli, kökündən Qurum kimi həll eləmək lazım. Heç kimə də ehtiyacı olmamalıdır. Heç kimin də qardaşlığına ehtiyacı olmamalıdır. Mənim qardaşım da, atam da, anam da, mənim dostum da, mənim baxıcım da, hər şeyim dövlət olmalıdır. Hər yerindən duran bələdiyyə sədri də qardaş olur. Müzek müdür də qardaşdır. Mən o günü imkanım olmadı 2 dəfə bu qış. İnansız qaldım belə dərman yazıb həkim ala bilmirəm. 2 dəfə bələdiyyənin sədri xəbər göndərmişəm, o mənə alıbdı. Alıb göndərib dərmanı. Yenə sağ olsunlar. Yox, o məsələlərdə etiraz eləmirəm Samirə xanım. Sağ olsunlar. Yenə ən azından gəlir deyir ki, mən sənin qardaşınam. Sağ olsun. Hansını demişdi ki, Allah eləyib, mən eləməmişəm. Aslan Şahver deyim. O dünyadadır mı hələ? Yox, dünyasını dəyişib. Allah o dünyasını. Yəni, yenə də heç olmasa bu deyir ki, mən sənin qardaşınam. Amma sən də qardaşlıq vəzifəni yerinə yetirdi abi. Və sən bu boyda dərmanlar var. Elə bu təxminən 100 manatdan çox çıxdı. Yox, çox deyil, almamışam. 20 manatdır. İndi yaxşı bu. 500 manatdan baxıcıya versin, dərmana versin, öz ehtiyaclarını ödəsin. Bu evin kommunal xərclərini də ödəyirsiniz, eləmi? Kommunal xərclərini ödəsin. 6 ay Atapileni ödəyirəm, hökumətindir. Ay 29 manat. İstilik o qədər bahadır. Bu ildən
Keçən il də baha idi, bu il 29 oldu keçən. 29 Ha, manat. 29 manat. Qəpik kuruş idi. Ha, 29 manatdır. Özü verməyəndə gəlib bağlayırlar. Evin interneti də var hər hal. Bəli, var. İnternetə də bir 25-30 manat verirsiniz. Televizorla ikisi bir yerdə 31 manat. Su alıram, börəklərimə görə içməli su. Balaca 10 litrlikdə 1 manat eləyir. Həyətdə doldururlar, nəm orada aparat var oradan. O 8 manat ayda suya verirəm, içməli suya. 5 manat da elə belə suya, qanatdan axana. 13 manat elə su pulu verirəm. Haradasa bir 25-30 manat işıq pulu verirəm. Qaza verirəm. Qaz var, hə. Hələ JK 28 manat pul borcluyam. Bir nəfər. Niyə? Güya illik pul ödəməlisiniz, onu ödəyim, deyirəm yoxumdur. Hə, bu mənzil fondudur, yəni. Hə, nədirsə belə bir şeydir. Yəni belədir, yəni mən də edirəm bunları. Bunları edirəm mən, deməli, həmişə mənə kömək eləyiblər də, Cəbrayıl da, Suraxanı da, müəyyən qardaşlar var ki, kommunal ödəyərsəm. Mən o həyatı istəmirəm, mən istəyirəm dövlətim kökündən bu məsələni həll eləsin. Mənim yanıma gələndə Əvəz müəllim də, Adil müəllim də kitab gətirsin, oxu. Bir tot gətirsin, ya çay içək. İstəmirəm mənə. Yeri gəlmiş ki, 5-ci cildi gətirdim sizə. Hə, çox gözəl, çox Bu gözəl. 5-ci cildi. Çox Və gözəl. burada da ilk dəfə deyirəm, bax, ona heç mən hələ danışmamışam. 5-ci cild bizim tiraj bitmişdi. İndi əziz tamaşaçılar, 5-ci cildimiz artıq hazırdır. Yeni, Satışa çıxacaq. hə, ikinci dalğa həbsxanadan da 1-ci cilddə bu günlərdə çıxacaq. Allah qoysa. Hə, bunu da zamanınız olduqca Allah oxuyarsınız. qoysa, Allah qoysa. Mən çox şad oldum sizi görməyə. Mən şad oldum sizlə tanış olmağa, əyani, qiyabi tanışıydıq. Bəli, biz qiyabı danışırdıq. Adil Əliyevin sözü olmasın, mən sizin qardaşınızam. İndi bizim biraz qardaşlığımız dövlət deyiləm. Ekonomik maliyyə əsaslarına dayanmır. Amma bu məsələdən mən bugün çox sarsıldım. Eyni zamanda qürur duydum sizi kimi bir xanımımızın, sizi kimi bir Azərbaycan qadının olması. Bu qədər illərdə, bu qədər ağrılara sinə gəlməyin özü bir dağ vüqarıdır, dağ əzəmətidir. Və buradan cəmiyyətə müraciət edirəm. Bütün sizin kartınız yoxdur, eləmi? Varımdır, bəli, varımdır. Var mı kartınız? O kartı da mən paylaşırım. O kartı mən ayrıca statusda yazıb paylaşacağım. Nömrəsini bilirsinizmi? Bəli, deyə bilərəm. Hə, deyin onda. Buradan deyə bilərəm. Buradan deyirəm 52 39 15 17 71 40 46 57. Mən də paylaşacağım əlavə. Dinlədiniz, hörmətli tamaşaçılar. Yəni Azərbaycan sahib çıxmalıdır, dövlət sahib çıxmalıdır. Bəli. Biz də məsələnin peşində olacaq. Nəfəsimiz, səsimiz nə qədər gəlir, o qədər. Əvəz mən icazə verin, mən də öz fikirlərimi bildirim. Buyurun. Mən buradan müraciət edirəm prezident aparatına, baş nazirə, nazirə kabinetinə, parlamentə, Ombudsman Səbinə xanıma və Sosial Təminat Nazirliyinə, Sosial Xidmətlər Agentliyinə ki, mənlə yaxından tanış olsunlar, problemlərimi həll eləsinlər, müalicəmlə maraqlansınlar. Mən şəxsən Səbinə xanımı görmək istəyirəm, Ombudsman Səbinə xanım. O bir xanım olduğu üçün, bir ana olduğu üçün. Gəlsin yerindəsə mənimlə maraqlansın və vəziyyətimi ictimaiyyətə bildirsin, dövlətə bildirsin. Mən bu vəziyyətdən çıxartsın. Mən belə bir dövlətdə 21-ci əsrdə 2026-cı ildə 21-ci əsrdir. Niyə mən tənha yaşamalıyam, müalicəsiz yaşamalıyam, niyə mən baxımsız olmalıyam?
Mən diqqət qayğı istəyirəm dövlətimdən. Sizi görməyə çox şad oldum. Allahıma minnətdaram ki, mənim idealım Əvəz müəllimi, dünya şöhrətli Əvəz müəllimlə məni görüşdürdü. Dünya şöhrətli maestr da ola bilər, rəssam da ola bilər, arxitektor da ola bilər, amma jurnalist da var. O da Əvəz Zeynəllidir Azərbaycanda. Azərbaycan sevdalı. Mən vətəni sevməyi sizdən öyrənmişəm. Himimizi, geribimizi, bayrağımızı sizdən öyrənmişəm. Mən həmişə xurala qulaq asmışam. Həmişə sizi dinləmişəm. Həmişə sizi görməyə arzusunda olmuşam. Allahıma çox şükür ki, mən nəsib oldu, sizi gördüm. Mən sizə minnətdaram, mənim gözəl müəllimim. Gözəl insan, xoş gəldin mənim mənzilimə. Mən Allahdan sizə şəfa istəyirəm. Bütün adı çəkilən orqanlara mən də müraciət edirəm və əminəm ki, Səbinə xanımı çox həssas qadındır. Ən yaxın zamanda bu evi ziyarət edəcək və lazım olan instansiyalara bu problemi çatdıracaq. Mən də inanıram, Səbinə xanımı gözləyirəm. Öz mənzilimdə. Və mən inanıram o xanımın gəlməyinə və gəlməyə də bir vətəndaş kimi, bir vəzifə borcudur, həm də bir ana kimi, bir Azərbaycanlı kimi onun borcudur mənim gəlib görmək. 52 il elə belə bir şey deyil. Bir gecən ömrüdür. Gələr inşallah. Gələr. İnşallah. Gözləyirəm. Təşəkkür